Salam, heç fikir vermisiniz? Adi, bircə kəlmə söz bədənimizə fiziki olaraq necə təsir göstərə bilər? Gəlin bu inanılmaz mövzuya birlikdə baş vuraq. Görəcəyik ki, sözlər əslində sadəcə səs dalğaları deyil. Onlar bizim bioloji sistemimizi hərəkətə keçirən çox güclü bir tetikləyicidir. Yəqin ki, bu sual sizə də tanış gəlir. Düz deyil, bəzən olur ki, səhər-səhər eşitdiyimiz bircə negativ söz sanki bütün günümüzü zəhərləyir. Yaxşı, bəs bunun səbəbi nədir? Bu sadəcə psixologiyadır, yoxsa bunun arxasında daha dərin, hətta fiziki bir proses dayanır? Deməli, bugünkü söhbətimizdə məhz bu sualların cavabını axtaracaq. Əvvəlcə baxacağıq ki, sözlər necə dərman kimi təsir edir. Sonra bədənimizin reaksiyasını öyrənəcəyik. Qorxu zənciri və xəstəliklər arasındakı əlaqəni və əlbəttə bunun elmi izahını müzakirə edəcəyik. Sonda isə ən əsası, bütün bunları öz xeyrimizə, öz şəfamız üçün necə istifadə edə biləcəyimizi görəcəyik. Yaxşı, gəlin elə əsas ideyadan başlayaq. Fikir budur ki, sözlər təkcə qulağımızla eşitdiyimiz səslər deyil. Onlar bədənimizdə tamamilə real dəyişikliklərə səbəb olan güclü bioloji tetikləyicilərdir. Və bilin ki, bu sadəcə bir bənzətmə, bir metafora deyil. Yox, bu tamamilə real, birbaşa fizioloji bir prosesdir. Maraqlıdır, elə deyilmi? Bəs necə olur bu? Çox sadə. Çünki sözlər birbaşa bizim əsəb sistemimizə toxunur və bədənimizdə əsl bir zəncirvari reaksiya başladır. Yaxşı, bəs bu proses konkret olaraq necə işləyir? Gəlin indi o məşhur söz dərman kimidir fikrinin arxasında dayanan bioloji mexanizmi addım-addım açaq. Baxın, hər şey bir məlumatla başlayır. Bu bir söz ola bilər, bir görüntü, hətta bir qoxu. Fərqi yoxdur. Bu məlumat dərhal beyinə çatır. Beyin onu emal edir və ani olaraq əsəb sisteminə siqnallar göndərməyə başlayır. Əsəb sistemi də bu siqnalları daxili vəzilərimizə ötürür və budur. Nəticə odur ki, bədənimizdə real, hətta hiss edə bildiyimiz fiziki dəyişikliklər baş verir. Gəlin bunu daha yaxşı anlamaq üçün iki sadə misala baxaq. Təsəvvür edin, sevdiyiniz bir yeməyi düşünürsünüz. Hətta onu görməsəniz belə nə olur? Ağzınız sulanır, mədəniz həzmə hazırlaşır. İndi isə tam tərsi, qorxulu bir anı xəyalınıza gətirin, dərhal ağzınız quruyur, ürəyiniz sanki yerindən çıxacaqmış kimi döyünməyə başlayır. Görürsünüz, hər iki halda da bədəniniz sadəcə bir fikrə, bir təsəvvürə reaksiya verir. Və ən heyrətlisi odur ki, bütün bunlar göz qırpımında baş verir. Bircə kəlmə söz, vəssalam, anındaca tüklərimiz biz-biz olur, gözlərimiz yaşarır, ürəyimiz çırpınmağa başlayır. Məncə bu, sözlərin bədənimizə nə qədər güclü və ani təsir etdiyinin ən canlı sübutudur. Yaxşı, bəs bu hekayənin mənfi qəhrəmanı kimdir? Əlbəttə ki, qorxu. Məhz qorxudur ki, sözləri bədənimiz üçün əsl bir zəhərə çevirə bilir. Buna qapalı dövrdə deyirlər. Baxın, necə işləyir bu zəncir? Təsəvvür edin, haranızsa ağrıyır, siz dərhal qorxmağa başlayırsınız. Bu qorxu hissi beyinə siqnal göndərir ki, ağrını, bəli, daha da gücləndirsin. Ağrı gücləndikcə təbii ki, qorxunuz da artır. Qorxunuz artdıqca isə ağrı daha da şiddətlənir. Və beləcə, bədən bu mənfi dövrənin içində ilişib qalır, xəstəlik isə get-gedə dərinləşir. Təəssüf ki, bu mənfi dövrədə uzun müddət qalmağın nəticələri də çox ciddi ola bilir. Yüksək qan təzyiqi, şəkərli diabet, hormonal pozunluqlar, bax, bu cür xroniki problemlər çox vaxt məhz həmin o bitib tükənməyən qorxu zəncirinin birbaşa nəticəsi kimi ortaya çıxır. Yaxşı, bəs bütün bu dediklərimizin elmi sübutu varmı? Əlbəttə, gəlin indi işin elmi tərəfinə keçək. Burada əsas ad Kanadalı həkim Dr. Hans Lider. Məhz onun pineal vəzi üzərində apardığı tədqiqatlar bu mövzuya işıq salır. Dr. Hanslinin araşdırmaları demək olar ki, hər şeyi dəyişdi. Onun işi bizə göstərdi ki, emosiyalar sadəcə bir his və ya düşüncə, bədənimizin kimyasını fiziki olaraq necə dəyişdirə bilər. Və Dr. Hanslinin tədqiqatları göstərdi ki, bütün bu prosesin tam mərkəzində beynimizdəki balaca, amma inanılmaz dərəcədə güclü bir orqan dayanır, pineal vəzi. Onu bədənimizin emosional reaksiyalarını idarə edən bir növ komanda mərkəzi kimi düşünə bilərsiniz. Hər şey, bütün hormonal siqnallar məhz buradan idarə olunur. Və bu, hər şeyi öz yerinə oturdur. Deməli, bədənimiz yaşadığımız hisslərə görə iki tamamilə fərqli kimyəvi yoldan birini seçir. Bir tərəfdə qorxu, kədər, ümidsizliyi var. Bunlar bədəni zəiflədən, zəhərləyən stres hormonlarını, məsələn, kortizolu işə salır. O biri tərəfdə isə sevinç, ümid və sevgi var.
Bunlar isə tam əksinə bədəni tarazlayan və sağaldan şəfaverici hormonları, yəni serotonini, oksitosini hərəkətə gətirir. Və gəldik Dr. Hansley'nin tədqiqatının ən heyrətamiz nəticəsinə. O deyir ki, bizim ruhi və emosional vəziyyətimiz, yəni düşüncələrimiz, hisslərimiz, sözlərimiz pineal vəzə fiziki amillərdən daha güclü təsir edir. Bir anlıq düşünün, bu o deməkdir ki, güc bizim öz içimizdədir. İndi isə gəlin bir anlıq dayanaq, dərin bir nəfəs alaq və tonumuzu dəyişək. Bu qədər nəzəriyyə bəsdir. Gəlin baxaq, bütün bu bildiklərimizi təcrübədə özümüz üçün necə istifadə edə bilərik? Artıq bütün mexanizmi başa düşürük. Deməli, artıq ondan öz rifahımız üçün şuurlu şəkildə istifadə etməyə hazırıq. Elə indicə, elə burada. Sizdən xahiş edirəm, birlikdə kiçik bir təcrübə edək. Dərindən bir nəfəs alın və bütün diqqətinizi mənim səsimə və bu sözlərə yönəldin. Mən deyəcəm, siz isə sadəcə daxilinizdə hiss edin. Bədənim məni qoruyur. Çox gözəl. Davam edirik. Bu sözlərin bütün bədəninizə yayılmasına icazə verin. Hər bir hüceyrəm məni eşidir. İndi isə qorxunu azad etməyin vaxtıdır. Nəfəsinizi verərkən bütün o gərginliyin bədəninizi tərk etdiyini təsəvvür edin. Qorxunu buraxıram və bədənimə güvənirəm. Bu sözlərin yaratdığı təhlükəsizlik hissini duyun. Bütün varlığınızla məhz bu anda, məhz burada olduğunuzu hiss edin. Mən təhlükəsizdəyəm, mən indi buradayam. Və son olaraq bu gücü özünüzə xatırladın. Bu güc həmişə sizinlə olub və olacaq. Seçdiyim sözlər məni sağaldır. Və sonda sizi bu sualla baş-başa buraxıram. Bəs sizin sözləriniz nə yaradacaq? Zəhər, yoxsa şəfa? Unutmayın, seçim də, güc də sizin öz əlinizdədir. Və bu gücü şuurlu şəkildə istifadə etmək sağalmaya açılan qapının açarı deməkdir.